ara sözlər. Uşaqlar, ara sözlərdə nəyə fikir verir? Ara sözlərin 90% modal sözdür. Eynən həmin şeylər, təsdiq yəqinlik bildirən, şəksiz, şübhəsiz, doğrudan, doğrudur, həqiqətən də. Güman şübhə bildirənlər, olmaya, deyəsən, doğrusu, sonra olsun ki, güman ki, təsdiq yəqinlik bildirənlər, yox, onu dedim, ümumiləşmə nəticə bildirənlər. Onun adı əvəzlənib, nitq hissələri arasında əlaqə yaradan. Çünki bütün modal sözlər ara sözdür. Amma bütün ara söz modal söz deyil. Ara söz daha genişdir. İmləşmə nəticənin içində var beləliklə, ümumiyyətlə, xülasə, nəhayət, müxtəsər. Bunlar hamısı modaldır, həm də aradır, ara sözdür. Amma orada var, sözün doğrusu nə deyəcəyimi bilmirəm. Bu modal söz deyil, bu ara sözdür. Və sual versələr ki, sözün doğrusu ara sözdür, nə ilə ifadə olunub? Sözün doğrusu üçüncü növ təyinli söz birləşməsidir. Və yaxud da, hər şey burada çox gözəldir. Necə deyərlər, bülbülü çağırır, bülbül bülbülü. Necə deyərlər, ara sözdür, amma modal söz deyil. Cümlə, artıq buna cümlə deyirsən. Deməli, qalanları eyni şeydir. Fikri mənbəyini bildirənlər, məncə, səncə, fikrimcə, bənzətmə bildirənlər, güya sanki, elə bil ki, sıra ardıcılıq bildirənlər, birinci, ikincisi, əvvəlincisi, sonra təəssüf bildirənlər, heyf, əfsus və s. Eyni adlar gedir. Və modal ara söz 3 ifadə vasitəsinə məxsusdur. Söz, söz birləşməsi, bax bu sual ola bilər, bir də cümlə. Baxın. Deyəsən, olsun ki, olmaya, bunlar söz gedəcək. Sözün doğrusu söz birləşməsidir. Bir də deyirəm, necə deyərlər. Bu olacaq cümlə. Ara sözlərdə modal söz kimi sadə və mürəkkəb olur. Ara sözlər sintaktik vəzifədir, amma cümlə üzvü deyil. Yəni, hamı kimi sən də süfrədə oturmuşsan, amma sənin orada bir yerin yoxdur, danışmaq hüququn yoxdur. Amma süfrədə oturmaq hüququn var. Eləcə də ara söz mübtəda xəbər təyin yanında dayana bilir, amma onun cümlə üzvü olmaq hüququ yoxdur. Onlara ara söz və xitablara üzvlənməyən sözlər deyilir. Baxın, orada yazılır ki, hansı sözlər qrammatik cəhətdən digər üzvlərlə əlaqə yaratmır, amma məna cəhətdən yaradır. Onlar üzvlənməyən sözlərdir. Xitablar və ara sözlər. Başqa ədat axtarmışsınız, ədatlı bağlarsınız. Xitab ara sözdür. Onlar üzvlənməyənlərdir, onlar cümlə üzvləri ilə məna əlaqəsinə girir, amma qrammatik əlaqəyə girmir. Çünki cümlə üzvü olunurlar. Aydın oldu? Vəssalam.